Şeyniyalar gedir, ixtisarlar gedir, yarım stavkalar olacak. İndi bu saati özünü yırtır ki onu yarım stavka eləyib 600 manatın 250-300 manat eləməsinlər. Siz qulaq asın, deyir ki bu radyoda, televizyada deyir ictimailəşdirilmək lazımdır. Meydan TV'ni bloklayırlar. Neçə dənə azad media varsa hamısını bloklayırlar. Azadlıq radiosunu bloklayırlar. Turan TV'ni, Azərbaycan saatını hamısını bloklayırlar. Və biz necə çatdıraq? Abzas.net. Yeni sayt açırlar. Yəni harda alternativ xəbər mənbəyi varsa bağlayırsınız. ASTV-də baxacağıq biz ona. Batan Avropanı reklam eləyən ASTV-də baxacağıq, dinləyəcəklər o xanımlar. İndi hələ qulaq asın. Görün nə deyir. İnsan hüquq və azadlıqlarından danışırıq. İnsan hüquq və azadlıqları birlikdə nə başa düşülməlidir? Azərbaycan Respublikasının konstitusiyasında insanlarımıza, yəni bizim vətəndaşlarımıza eyni zamanda milliyyətindən, irqindən, cinsindən, mənsubiyyətindən, sosial və iqtisadi vəziyyətindən asılı olmayaraq bütün insanlara bərabər surətdə azadlıqlar və hüquqlar verilmişdir. Deyir ki, Azərbaycan, düz deyir amma, Azərbaycan konstitusiyasında bu verilib. Amma görək bu real həyatda bunu kim icra edir? Bugün təcridxanada ölən mehmanı gətirək sizə nümunə. Narkotik alverçisi və narkotik istifadəçisi. Qiyas və Bayram. Bir dənə heykəli yazmaq üçün 10 il iş. Narkotik alverçisi, narkotik işçisi. Hansı hüquqlar bərabər paylaşılıb bu ölkədə? Konstitusiyada yazılıb. Yox, necə oldu bütün bu siyasi fəaliyyətlə məşğul olan insanlar? Hamısı narkoman oldu. Bu ölkənin narkomanı, əgər bu qədər narkoman yenə dövlət günahkardır da bunda. Sən bu ölkəndə bu qədər narkoman varsa günahkar sənsən da. Dindarını narkoman eləyiblər. Cavanını narkoman eləyiblər. Mənim burada Avropada narkoman eləyiblər. Səni narkoman eləyiblər. Yəni ki, bu qədər değişsinlər heç olmasa da, yəni bunu bir dəfə də başqa, nə bilim, maddə versinlər, təzə bir tema tapsınlar. Yəni artıq Azərbaycan, istənilən Azərbaycanlı bilir ki, bu absurd bəhanələr və şərləmədir. Yəni bunun başqa adı yox. Bakı Dövlət Universitetində hüquq dərsi deyən xanım deyir ki, bərabər bölünüb. Amma onu demir ki, ölkəmizdə necə xaoslar var. İndi qulaq asın. Azadlıq deyərkən bəzi insanlar elə hesab edir ki, nə istəsə edə bilər. Elə deyil. Azadlıq elə olmur. Azadlığın da qarşısında bizim dövlətimiz, dövlətçiliyimiz, qanunumuz və bizi sevməyən düşmənlərimizin bizə baxarkən etdikləri hərəkət bizə uyduğumuz o müəyyən hədlərdir. Azadlığın həddi olmasa dünya dağılar. Azadlıq qanuna xidmət edir. Qanunun yol verdiyi azadlıqlardan. Yaxşı, düz deyir. Hardasa azadlığın da sərhədləri olur. Yəni hər kim istəsə hər şey eləyə bilməz. Yaxşı, bu xanım universitetdə dərs deyir. Bu harda oxuyub ki, azadlıq qanuna xidmət eləyir? Belə bir termin var, hansısa bir hüquq sistemində azadlıq qanuna xidmət eləyir. Ya qanun. Burada mən deyirlər ki, budur sizin savadlı kadrınız. Qanun birinci yaranır, konstitusiyamız yaranır və o insanlar üçün xidmət etməlidir qanun. Və insanlar o qanun çərçivəsində öz azadlığını tapmalıdır. Səbir də gəldi. Açığı elə Azərbaycan konstitusiyasının ilk maddəsində də qeyd olunur ki, Azərbaycan vətəndaşı ən ali, yəni ən üstün, necə deyərlər, sayılır, seçilir və bütün qanunlar da Azərbaycan vətəndaşlarının yaxşı yaşaması, onun yaxşı rifahın olmasına xidmət eləməlidir. Yəni bütün qanunlar bu cür olmalıdır. Yəni ümumilikdə götürdükdə isə Azərbaycan konstitusiyası çox gözəldir. Qanunlarımız da gözəldir. Kağız üzərində konstitusiya gözəl yazılıb. Hamı üçün bərabər bölünür. O da son illərə qədər ki, konstitusiyaya barmaq eləməsəydilər, dəyişdirməsəydilər, ömürlük İlham Əliyev və onun ailəsi təyin olunmasaydı, ona qədər qanunlarımız, konstitusiyalarımız əla idi. Amma onu da dəyişdilər. O da cəhənnəmə. Ən azından bugünkü qanunlar Azərbaycanda icra olunurmu? Niyə görə ancaq bu müəllimə kimi insanların, bu professorların övladları yox, kasıbın, küsubun, nə bilim, o kənddə kəsədi yaşayan insanların övladları gedir, hərbi xidmətdə ölürlər. Niyə görə? Qanun demirsən, hamı üçün bərabərdir.
nazirin, Niyə sonra görə nazirin, icra başçısının, icra məmurun başçısı? övladları hardadılar? Hansı biri qulluq eləyir bu saat? Bütün Orduxan üzr istəyirəm, bu şəhid olan qardaşlarımızın, bu əsgərlikdə ölən, nə bilim, bəzən dırnaq içində intihar edən o qardaşlarımızın, həmvətənlərimizin dəfələrlə özün də görmüşsən. Evləri yoxdur belə. Onu deyəcəkdim. Halatda da qalırlar. Evlərinin vəziyyətini çəkib qoyublar Facebooka, digər sosial şəbəkələrdə yayılıb. Hamısı daxmalarda yaşayır. Hamısı kasıb-küsubun balalarıdır. Niyə görə bir nazirin, bir məmurun, bir nə bilim polis rəisinin ya nə bilim o birisi dövlət məmurlarının övladları gedib orada ölmürlər. Nə oldu? Niyə? Elə ancaq Mən deyim də, niyə? vətəni ancaq o kasıb-küsubun Niyə? balası Çünki bax qorumalıdır. fikir ver, mənim ailəmə nə baş verdi? Həmin polis rəisi bu dövlətin, bu hakimiyyətin, bu rejimin qarşısında canfaşanlıq eləyir və onun övladına əl vurmurlar. İndi bu xanım televiziyada, radioda çıxıb belə gözəl hakimiyyət haqqında, nə bilim, nə haqqında gözəl şeylər danışır və ona görə də onun o evladını, öz ailələrini qoruyurlar. Evet. Ha, amma kasıb-küsubun heç nəyi yoxdur evladını qorumağa. Yoxdur, ay müəllimə, demirsən ki, qanun, Ha, indi gör nə deyir? azadlıqlar hamı üçün bərabərdir, amma biz bunu görmürük. Görmürük. Siz orada çıxıb işdən qovulmaq, yəqin ki, yarım stavkaya yendirilmək şansı var, qorxusu var. Ona görə də çıxıb danışır ki, yəni bizim belə hüquq dövlətimiz var, belə gözəl dövlətimiz var. İndi bir dəqiqə. Başdan olmasın. Ha, başdan indi bir dəqiqə keçdi şeyə də bir dəqiqə. Cinsiyetler, məsuliyyətlər, sosial və iqtisadi vəziyyətin asılı olmayaraq bütün insanlara bərabər surətdə azadlıqlar və hüquqlar verilmişdir. Azadlıq deyərkən bəzi insanlar elə hesab edir ki, Elə olsaydı Azərbaycanlılar öz ölkələrini tərk eləməz. Azadlıq elə olmur. Yaxşı, deyir ki, bizim qonaqpərvər ölkəmiz var, düzdür, qonaqpərvər ölkəmiz var. Bu xanım bilir ki, bilir, 100% bilir. Yenə deyirəm, bu saatı canfaşanlıq eləyir ki, yarım stavkaya yenməsin. Almaniyada mənə o günü bir dənə oğlan zəng eləyib, deyir ki, Orduxan 450 qaçqın var bir dənə kampda, qaçqın kampında. 271'i Azərbaycanlıdır. Bir kampda 271. Onun da qalanı deyir ki, hamısı Siriyalıdır. Hara qaçır bu Azərbaycanlılar, bu gözəl qonaqpərvər ölkədən? Yəni öz vətəndaşlarımız ölkəmizi tərk eləyir. Nə üçün? Yaşamaq mümkün deyil. Çünki o qanun dediyin konstitusiya üzərində yazılan gözəl qanunumuz bərabər paylaşılmayıb. Məsələn, üzr istəyirəm, bu son vaxtlarda Azərbaycan hakimiyyəti cinayət işi qaldırıb da, bilirsən bu saxta mühacir alveri ilə bağlı. Yəni gözəl təşəbbüsdür. Əgər saxtakarlıq varsa... Sən neynəmsən cəmaat qaçmasın? Onu demək istəyirəm. Saxtakarlıq varsa araşdırmalıdır və o insanlar, o cinayət törədənlər cəzalanmalıdır. Amma Azərbaycan hakimiyyəti bir özünə sual verginən ki, niyə görə mənim vətəndaşım ölkəsini tərk eləməlidir? Niyə görə sən 25 ildir müxalifəti söyürsən, xain adlandırsan, pisləyirsən, sonra da özün də deyirsən ki, Azərbaycan vətəndaşları gedirlər müxalif siyasi partiyalardan sənəd alırlar, saxta sənədlər və ölkəni tərk edirlər. Sən onu necə məcbur eləyirsən bunu eləməyə? Niyə görə eləməlidir o vətəndaşları bunu? Çünki ölkədə yaşayış yoxdur. Sənin bəs nə? Çünki sənin bunda 99% əməyin var ki, Azərbaycan vətəndaşları bütün günü bizə də yazırlar, eləyirlər, çox bizə mesajlar mənə gündə gəlir bəlkə bir 30 mesaj gəlir, bax Allah haqqı. Gündə bəlkə bir 30 mesaj gəlir ki, Azərbaycan necə tərk eləyə bilərəm? Mən deyirəm, qardaşım, mənim bu işdə işdə marağım yoxdur, heç bir şeyim yoxdur. Bəs sən deyir, Avropanı deyir, göstərirsən, biz hamımız getməliyik. Mənə nə maraqlıdır? Mən istəyirəm ki, Azərbaycanda yaradaq bu gözəl yaşayışı. Azərbaycanlılar Azərbaycanı tərk eləməsin. Azərbaycanlılar Azərbaycanda yaşasın, xoşbəxt. Çünki buna bizim hər bir potensialımız var. Neftimiz var, qazımız var, insanlarımız ağıllı var. Durmadan manqurtlaşdırırlar. Bax bu xanım kimi, universitetdə professor kimiləri gənclərimizi manqurtlaşdırır. Hara aparırsınız bu gəncliyi? Hara aparırsınız bu ölkəni? Görək nə deyir davamında? Hə, davamında nə deyir? Bunun da qarşısında bizim dövlətimiz, dövlətçiliyimiz, qanunumuz və bizi sevməyən düşmənlərimizin bizə baxarkən etdikləri hərəkət bizə qoyduğumuz o müəyyən hədlərdir. Azadlığın həddi olmasa, dünya dağılar. Azadlıq qanuna xidmət edir. Qanunun yol verdiyi azadlıqlardan istifadə edə bilərik. Qanunda nə yazılıbsa, onlardan kənar çıxa bilmərik. Qanunları pozduqca da azadlıq pozulur. Qanunlara nə qədər rəayət eləmiriksə, azadlığımız bir o qədər pozulur. Söz deyə bilirik, danışa bilirik, çıxış edə bilirik, ərizə yaza bilirik, haqqımızı istəyə bilirik. Yaza ildən nə qədər bizdə əfv olur.
Ha, əfə gəldik. Yazır. Yaxşı, bu bir ölkənin normal qanunları varsa, xalqa xidmət edən, vətəndaşa xidmət edən və bu məhkəmələr bunu icra edirsə, bu vətəndaşın tutulduğu momentdə niyə onu araşdırmırdılar ki, bunun günahı nədir? Əfv olandan sonra araşdırırlar. Ondan əlavə, Ərizə yazılandan sonra araşdırırlar. ondan əlavə bir ölkədə ki, hər şey yaxşıdır, inkişaf var, rifah halı var. Niyə görə o ölkədə həbsxanaların sayı çoxalmalıdır? Azərbaycanda bu illər ərzində 6 dənə həbsxana tikiləcək. Hollandiyada 8-i bağlanır birində. 8-i bağlanır Hollandiyada birində. məsələn bağlanır. O söydükləri, o əxlaqsız dedikləri, o pislədikləri Avropada, Hollandiyanın özündə bir il ərzində 8 dənə həbsxana bağlanır. Amma Azərbaycanda isə həbsxanaların sayı artır, məhbusların sayı artır və məhbus olmasa əfv olar. Hollandiya məhbusların götürür aparırlar Litvaya. Litva həbsxanalarını. Çünki Hollandiyada həbsxana yoxdur. İnanırsınız siz ona? Həbsxanalar var, yəni ki, gündən-günə bağlanır. Çünki əgər normal dövlət, əgər qanunlar, dövlət xalqına xidmət edirsə, vətəndaşına xidmət edirsə, orada cinayət ola bilməz. Azalır Çünki əlbəttə ki. cinayət azalır. Çünki insanlar daha yaxşı yaşamağa başlayır. Rifahı ilə xalqın rifahına xidmət edir dövlətçilik. Amma bizdə gündən-günə həbsxanalar tikirlər, özdə hələ bir fəxrlə də deyirlər ki, yeni standartlarla, Azərbaycan standartları ilə həbsxanalar tikir. Ya bu nə qədər gülünç bir durumdur. Bu xanım da deyir, əf yazılandan sonra görün deyir bizim azadlığımıza baxın, biz əf ərizəsi yaza bilirik. Görün əf ərizəsi yazmaq üçün azad olmaq lazımdır. Onu hər adam yaza bilməz. Azərbaycanda təkcə azad insanlar əf ərizəsi yaza bilirlər. Və bu əf ərizəsi prezidentə yazılır ancaq. Prezident bütün insanlara əf verməlidir və yaxşı oğlan kimi özünü tanıtmalıdır ki, baxın prezidentimiz kimisə xilas elədi. Ya bunu dövlət Humanistlik elədi. Bu yox, bu normal sizin məhkəmə sisteminiz varsa, əgər sizin müstəntiqləriniz normal işləyirsə, bu adam tutulmadan öncə bunu bir araşdırın. Nə üçün? Çünki Azərbaycanda tutulanların bu saat 70-80% narkoman, narkotik alverçisidir. Ya bu qədər narkotik varsa bu ölkədə, demək bu ölkədə nəysə ninormalni gedir. Ninormalnidir da bu ölkədə nəysə. Yəni bu qədər bir absurd bir durum ölkəmizdə var. Elə bunu müzakirə eləmək istəyirdi. Yəni bu xanım işdən qovulmaq yəqin qorxusu var. Ona görə də çıxıb televizorda canfəşanlıq eləyir ki, onu işdən qovmasınlar ya da yarım stavka eləməsinlər. Və təəssüf olan ki, bütün bu telekanallarda, mətbuatda bu xanım kimi insanlardır. İnsanlarımızı manqurtlaşdıran, zombiləşdirən, aldadan, yalandan bu cür reallığa uyğun olmayan məlumatlarla onların qulaqlarını doldururlar, gözlərini doldururlar. Əgər həqiqətən də bu qədər yaxşı olsaydı, ölkəmiz azad olsaydı, bu qədər Azərbaycan vətəndaşı öz ölkəsindən getmək istəməzdi, öz ölkəsini tərk eləməzdi, qaçqın kimi, mühacir kimi. Mən də onu deyirəm, qaçmazdı. Yəni mən qaçıram ölkəsindən, inanırsınız ki, amma evin eşiyin bir balaca evi olan belə evin satır qaçır ki, deyir, mən görmürəm heç nə bu ölkədə mənim evladım üçün. Bu xanımlar da çıxır televizorda danışır, çünki bunlar hakimiyyətə daha yaxındılar və evladlarını qoruya bilərlər. Hardasa bir 500-600 manatlıq maaş ala bilərlər və bununla da ölkəmizin gözəlliyindən danışır. Biz ölkəmizi qurmaq istəyirik. Normal, baxın, Gürcüstan, Ukrayna Avropaya vizasız gəlib gedirlər. Həmin bizim Sovet İttifaqında yanımızda olan dövlətlər. Bugün Avropa Birliyinə giriş-çıxışı azad şəkildə qazandılar bir xalq olaraq, bir respublika olaraq. Göstərdilər özlərini ki, yəni bunlar azadlığa, demokratiyaya can atırlar. Biz də hələ öz standartlarımızı qururuq. Gənclərimizi, bu xanım gənclərə dərs deyir universitetdə, Bakı Dövlət Universitetində, hüquq fakültəsində. Bu nə öyrədəcək gənclərimizə? Bu gənclər nə edə bilər ölkəmiz üçün, vətənimiz üçün, bundan dərs alan gənclər? Əlbəttə, hamısı manqurtlaşdıra bilmir. Çünki ağıllı, zəkalı gənclərimiz çoxdur, insanlarımız çoxdur. Bu dövləti yenidən və Azərbaycan kimi 3-4 dövlət idarə etməyə bizim bu dəqiqə potensialımız var. Bax, belə Avropa ölkələri kimi. İmkan verin. Nəysə. Çox sağ olun. Mehmana bir daha rəhmət diləyirik. Allah rəhmət eləsin. Bir də belə şeylər başımıza gəlməsin. Gənclərimiz xoşbəxt, firavan həyat sürsünlər. Azad Azərbaycanda, demokratik Azərbaycanda. Üzr istəyirik. Sizin vaxtınızı aldığınıza görə təşəkkür edirik. Bizi izlədiyinizə görə, baxdığınıza görə, qoşulduğunuza görə gələn dəfələrə qədər. Çox sağ olun. Minnətdarıq hər şey üçün.